Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün sizlərə yuxulu gözümü haqqında bəzi məlumatları verəcəm. Bəzi yuxuların gözümünü deyəcəm. İlk başda yuxuda oğlan uşağı və yaxud da qız uşağı görmə. Oğlan uşağı görməyə baxır hansı şəraitdə oğlan uşağı görmüsünüz. Oğlan uşağı görmək şadyanlığa və yaxud da ki, hər hansısa bir xəbərə işarədir. Evli olmayan insanların evlənəcəyinə, elçisi olmayan insanların elçisi olacağına işarətdir. Qız uşaqlarında da həmçinin, amma bəzən ağlayan və yaxud da ki, ölmüş uşaq görmək bu acı bir xəbərədir. Hər hansısa bir ağlayan uşaq görəndə çox ağlayan və qəmli hava şəraitdə buna. Məsələn, tutqun qaranlıq bir havada, qaranlıq bir məkanda ağlayan uşaq görmə bu artıq hər hansısa bir faciənin baş verəcəyidir. Və yaxud da ki, hansısa bir anlaşılmazlıq bir şərə düşmədir. Məsələn, gecə yuxuda gəzən insanlar, bəzən gecə yuxuda gəzən insanları deyirlər yuxu aparır. Bu insanlar çox qorxuludur. Gecə yuxuda gəzməyi, o həmin insanları üç hərfli gəzdirir. Evindən də bəzən elə olur ki, çıxardır, aparır. Bu çox qorxuludur. Onların ruhunu apara bilər evindən və yaxud da evdə yatmış bəzi insanlara hücum etdirə bilər və ona görə də yuxuda gəzən insanların həmişə yataqlarının yanında düşə biləcək istiqamətində dairəvi şəkildə yaş əski və yaxud da ki, yaş nəmli nəsə qoymaq lazımdır ki, onların ayağı ona dəyanda ayılsınlar. Məsələn, yuxuda üzüm görmək, çoxu üzümü göz yaşı adlandırır. Üzüm Həzrəti Yusuf əleyhissalam Peyğəmbərimizin filmindən belə bəllidir ki, üzüm yalnız göz yaşı deyil, baxır hansı şəraitdə görürsən üzümü, üzümdən şirə çəkirsənsə, bu toy bayrama şadyanlığa, hansısa bir xeyir xəbərin müjdəsinə, bağlı qapıların açılmasına, istər turmada olanı, istər bağlı qapı, yəni ailə həyatı qurmayanlara aiddir. Əgər yuxuda bir ölmüş insanı görürsünüzsə, o sizinlə danışmır, tutqun bir auradadırsa və yaxud da otaqdır və yaxud da bayırda tutqun bir havadırsa, demək ki, o insanlar sizdən incikdir və yaxud da sizdən narahatdırlar. Əgər hər hansısa bir ölmüş insanı görürsünüz, üstünüzə gəlirsə, amma danışa bilmir, nəsə deməyə cəhd edirsə, o sizə nəyisə çatdırmaq, hansısa bir xəbəri çatdırmaq istəyir. Ümid edirəm ki, paylaşdığım hər bir paylaşımları sevə-sevə mənlə bərabər bölüşəcəksiniz. Like etməyi, post etməyi unutmayın, komment yazmağı unutmayın. Hər birinizə ilk öncədən təşəkkür edirəm.